Salam kanal izləyiciləri. Bugün 15 martda keçirilən buraxılış imtahanı düşən sualların izahını sizlərə paylaşıram. Birinci sualımızda deyilir ki, kəsiri ixtisar edin. Uşaqlar yazırıq. 5a-nın kvadratı çıxılsın 4-ün kvadratı. Bölünsün 5a. Üstəgəlsin 4-ə. Sürətimiz müxtəsar olma düsturu olduğuna görə vurğularını ayırıq. Yəni 5a çıxılsın 4. 5a üstəgəlsin 4. Bölünsün 5a üstəgəlsin 4. Əlbəttə ki 5a üstəgəl 4-dən ixtisar gedir. Qalır 5a çıxılsın 4. Düzgün cavab D variantı. İkinci sual funksiya verilib və bizdən f3-ün qiymətini istəyir. Uşaqlar harada? X-lar aparıb yerinə 3 qoyacaq. f3 bərabərdir. Sürətdə 2 vurulsun 3 üstəgəlsin 3. Məxrəcdə 3-ün kvadratı üstəgəlsin 2. Alınır. Məxrəcdə 11, sürətdə 9. İfadənin düzgün cavabı 11-ə 9. Üçüncü sualımızda deyilir ki, trapesiyanın sahəsini tapın. Bizə verilən düzbucaqlı trapesiyadır. Trapesiyanın sahəsini tapmaq üçün orta xətti, yəni oturacaqların cəminin yarısını vuracağıq hündürlüyünə. 3 vurulsun 12 bərabər 36. Düzgün cavab E variantı. Çoxluğa aid bir sual verilib. Sualımızda deyilir ki, çoxluqların fərqini tapın. Yəni A-nın B-dən olan fərqini istəyir bizdən. Suallar baxaq görək. Hər iki çoxluqda, yəni kəsişməyə aid elementlər hansılardır? 2, hər ikisində 2 var, 4 var, bir də 6 var. A-nın B-dən fərqi uşaqlar oldu. 1, 3, 5. Düzgün cavab D variantı. -65-ci sualda deyir, çox hədisini vurğulara ayırın. Uşaqlar, ortaq vuruq 12A-nı çıxarırıq. Mötərizə içində qalır. A çıxılsın 2. 12A vurulsun A çıxılsın 2. Düzgün cavab C variantı. Permütasiya uşaqlar 4-dən 4 edir 4 faktorial. Üstəgəlsin 3-dən 3 edir 3 faktorial. 4 faktorial 1 vurulsun, 2 vurulsun, 3 vurulsun 4 deməkdir. Üzərinə 1 vur, 2 vur, 3 gəlirik. 1 vur, 2 vur, 3 vur, 4 hasil edir 24. 24 üstəgəlsin 6. Bərabər 30. Düzgün cavab C variantı. 67-ci sual. Buradan A bərabərdir kosinus 271-ə. B bərabər uşaqlar tangens tək funksiya olduğuna görə mənfini qarşıya keçirə bilərik. Tangens 187 dərəcə. Vahid çevrəni çəksək 271 dərəcə düşür 4-cü rübə. 4-cü rübdə kosinus müsbət alır. Yəni A sıfırdan böyükdür. Tangens 187 dərəcə. Uşaqlar düşür 3-cü rübə. 3-cü rübdə tangens müsbətdir. Amma qarşıda mənfi olduğuna görə, yəni B-miz sıfırdan kiçikdir. A sıfırdan böyük, B sıfırdan kiçik. Düzgün cavab A variantı. Uşaqlar, hasil şəklində olduğuna görə, yəni əsasları eyni, qüvvətləri fərqli olduğuna görə bir-birinə vurma zamanı üstlər toplanır. Yəni 0,36 ilə 0,14-ü toplayırıq. Alırıq 16 üstü 0,5. Yəni yaza bilərik ki 4 üstü 2, bir də 10 üstü 2-də 1. Uşaqlar, qüvvətin qüvvəti olduğuna görə alırıq 4 üstü 2 vur 2-də 1. Yəni 4 üstü 1. O deyir 4. Düzgün cavab D variantı. 69-cu sual deyir ki, düzbucaqlının diaqonallarının sayı. Uşaqlar, düzbucaqlının neçə diaqonalı var? Yəni bu şablon sualdır, 2 diaqonalı var. Düzgün cavab B variantı. 70-ci sualımızda deyir ki, A və B çoxluqları üçün B A-nın nat çoxluğudur. B-dəki elementlərin sayı 4, A-dakı elementlərin sayı 9 olarsa, sonra A-nın B-dən fərqi düşür 5 element. A-da 9 element var. Deyir ki, A çoxluğundan təsadüfən seçilmiş 2 elementin. Əgər təsadüfən deyirsə, artıq bu kombinizonla gedir. Neçə element var A-da? 9. 9-dan 2-sini seçirəm. Seçilmiş 2 elementin A-nın B-dən fərqi olması. Uşaqlar, A-nın B-dən fərqini tapmışıq 5. 5-dən 2 olması. Bu da bərabərdir.
5 faktorial bölünsün 3 faktorial vurulsun 2 faktorial. Məxrəcdə olur 9 faktorial bölünsün 7 faktorial vurulsun 2 faktorial. Uşaqlar, burada 9 faktorialın 7 faktorial xəsara gedir. Burada 1, burada isə 8 vurulsun 9 qalır. 5 faktorialın 3 faktorial xəsara gedir. Qalır 4 vurulsun 5. Sonra 2 faktorial 2 deməkdir. Yəni 2 ilə də 4 aparsam qalacaq. Burada 2, burada 1. Yəni sürətdə aldım 10. Məxrəcdə, yəni 2 faktorialımız bizə 2 verir. 2 ilə 8 aparsam burada 4, burada 1. 4 vur 9, 36. Bir də xəsara aparsam 2-yə alacağıq 5. Sürətdə 18 məxrəcdə. 18-də 5 düzgün cavab A variantı. 71-ci sual. 4-cü rübdə yerləşən A nöqtəsindən absis oxuna qədər olan məsafə 4-cü rübdə yerləşən absis oxuna qədər, yəni x-ə qədər olan məsafə 4. Ordinat oxuna qədər, yəni y-ə qədər olan məsafə isə 6-dır. Uşaqlar, əgər tutaq ki, bura bir B deyim, burada bir D deyim. Bu olsun C. Baxın, A-dan B-yə məsafə 6-dır, o zaman C-dən D-yə məsafə 6-dır. Yəni tapdıq ki, D-nin durduğu nöqtə 6-dır. Yəni x-imiz 6-dır. A-dan əgər D-yə qədər məsafə 4-dürsə, uşaqlar, B-dən C-yə qədər məsafə 4-dür. Yəni belə çıxır ki, əgər nöqtəmiz 4-cü bir yerləşdiyinə görə y mənfi alır. Demək ki, bizim y-imiz mənfi 4-dür. X-imiz 6. Onda A-nın koordinatları 6, mənfi 4-dür. Düzgün cavab C variantı. 72-ci suala deyir, kosinüs alfa vurulsun tangens betadan istəyir uşaqlar. Nədir kosinüs alfamız? Bitişik katetin hipotenuzu, yəni A-nın C-yə. Nədir tangens betamız? Qarşı katetin, yəni A-nın bitişiyə. Bunların hansını istəyir bizdən? A vurulsun C, A bölünsün C, üzr istəyirəm. Vurulsun A bölünsün B-yə. Buradan da alınır ki, məxrəcdə BC, BC-də A-nın kvadratı. Düzgün cavab B variantı. Şöyle 73-cü sualımızda deyilir ki, kosinus 20 dərəcə bərabərdir A-yə və bizdən sinus 10 dərəcəni A ilə ifadə etməyimizi istəyir. İki qat arqument üstünə görə yazırıq ki, kosinus 20 dərəcəni yazıram. 1 çıxılsın 2 sinusun kvadratı 10. O bərabərdir A-yə. Uşaqlar, buradan alınır ki, 2 sinus kvadratı 10 dərəcə bərabərdir 1 çıxılsın A-yə. Sinus kvadratı 10 bərabərdir 1 çıxılsın A bölünsün 2. Onda sinus 10 da bərabərdir. Kökün altında 1 çıxılsın A bölünsün 2. 1 çıx A bölünsün 2 düzgün cavab D variantı. 74-cü sual. Oturacağının perimetri 15, yan tel 9 olan düz prizmanın yan səthinin sahəsi. Yəni bu şablon sualdır. Yəni S yan bərabərdir. Prizm olduğuna görə P oturacaq, vurulsun yan tel, yəni L və yaxud da H fərqi yoxdur. Yəni 15 vurulsun, perimetr 15 verilib, yan tel 9. 135. Düzgün cavab 135. Növbəti suallar uşaqlar 75-ci sualda deyir uzunluqları 500 metr, 300 metr olan iki tüneldən birincinin son nöqtəsi ilə ikincinin başlanğıc nöqtəsi arasındakı məsafə 15 kilometrdir. Uzunluğu 200 metr və sürəti 64 km/saat olan qatar tunelə girməyə başladığı anda neçə dəqiqə sonra tuneldən tamamilə çıxar. İlk öncə uşaqlar, gəlin qatarın getdiyi məsafəni tapaq. Yəni qatarın öz uzunluğu 200 metrdir. Yəni üstə gəlsin 500 metr tunel, üstə gəlsin digər tunelin uzunluğu 300 metr. Üstə gəlsin. Uşaqlar, bu 15 kilometri çevirək metrə sonra kilometre çevirərək. 15.000. Uşaqlar, toplayanda alıram 16.000. 16.000 metr. Uşaqlar, 16.000 metrimiz bizim 16 kilometrdir. Yəni getdiyim yol nəyə bərabərdir? 16 kilometrə. Sürəti verib ki 64 km/saat. Uşaqlar, gəlin qatarın getdiyi, yəni bu məsafəni bitirmək üçün zamanı tapaq. Yəni T nəyə bərabərdir? S bölünsün V-yə. Yəni 16 bölünsün 64-ə. Alırıq ki 4'te 1. Yəni 4'te 1 sağda. Bunu da dəqiqəyə çevirmək üçün 4'te 1'i vururam 60 dəqiqə. Uşaqlar, eləyir nə? 15 dəqiqə. Düzgün cavab 15 dəqiqə.
Sonra loqaritma ait bir sualımız var. Deyir loqaritma 2 əsasdan x-in kvadratı çıxılsın 3 loqaritma 2 əsasdan x üstə gəlsin 4 bərabər. Uşaqlar 2 əsas, yəni loqaritma 2-ni keçirik tənliyin digər tərəfinə. Yəni alınır 2 üstü 3. Loqaritma 2-dən əsasdan x-ə bir t desəm, alıram t-nin kvadratı çıxılsın 3t üstə gəlsin 4 bərabərdir 8-ə. Buradan alırıq ki t kvadrat çıxılsın 3t çıxılsın 4 bərabərdir 0-a. Buradan t1 bərabərdir 4-ə, t2 bərabərdir -1-ə. Digər tərəfə tənliyin yerinə qoysaq, loqaritma 2 əsasdan x bərabərdir 4. Buradan x bərabərdir 16-ya. Digər, yəni x birimiz 16-dır. Loqaritma 2 əsasdan x bərabərdir -1-ə. Buradan x bərabərdir 2 üstün -1, yəni 2-də 1. Kökümüzün biri oldu 16, digər oldu 2-də 1. Yəni bunun hasılını istəyir bizdən. 16 vurulsun 2-də 1. Alırıq 8. Düzgün cavab 8. Verilən bərabərsizliyin tam həllərinin cəmini istəyir uşaqlar. Bərabərsizlik qruplara ayırsaq, kökləri cəmi 6-dır, hasil -7. Yəni köklərimiz 7 ilə -1-dir. Yəni x çıxılsın 7, x üstə gəlsin 1. İntervalları göstərsək, -1-də qeyd eləyək, 7-ni də qeyd eləyək və işarə təyin edək. Uşaqlar, baş həddimiz müsbət olduğuna görə başlayırıq müsbətdən, yəni cüt dərəcə olmadığına görə növbələşmə edir. Mənfi müsbət. Bizdən də kiçik aralıq istəyir, yəni mənfi aralıq istəyir. Alırıq -1, 7. Deyir, neçə tam həlli var uşaqlar? 7-dən -1-i çıxaq, bir də 1 çıxacaq. Yəni 7 dənə tam həlli var. Düzgün cavab 7. 78-ci sual. Uşaqlar, loqaritma 2 əsasdan kök altında 14 üstəgəl loqaritma 3 əsasdan. Uşaqlar, kök altına hesablasaq, loqaritma, yəni onluq loqaritma 100 bizə nə verir? LG 10 üstü 2-ni verir. Bu deyir 2 LG 10. Uşaqlar, LG 10-da bizə 1 verir. Yəni 7 üstəgəl 2 alır kök altında 9. Kök altında 9-un uşaqlar 3 çıxdığına görə burama 3 yazaq. Uşaqlar, loqaritma 3-dən 3 bizə elə 1 verəcək. Nə oldu? Loqaritma 2 əsasdan kökün altında 14 üstə gəlsin 2. Yəni kök altını 16 alırıq, kök altından 4 çıxacaq. Buradan da yazara bilərik ki, loqaritma 2 əsasdan 2 üstü 2. 2-ni qarşıya keçirsək, loqaritma 2-dən 2. Loqaritma 2-dən 2 də bizə 1 verdiyinə görə tezin düzgün cavabı 2. Gəldik ətraflara. Deyirik ki, katetləri 6 və 8 cm olan düz bucağı 3 bucağın böyük katet ətrafında fırlanmasından alınan fiqurun. Böyük katet ətrafında fırlanırsa, burada artıq konus əmələ gələcək, amma radiusu 6 olan konus. Və bizdən nə istəyir? Yan sətin, S yan istəyir, yəni pi R, L istəyir uşaqlar. Buradan düz bucağa görə yan tili tapsaq, yəni 10 alacağıq. R-imiz 6, yəni pi vurulsun 6 vurulsun 10 bərabərdir 60 pi. 80-ci sual. Samir hər birinin satış qiyməti 250 manat olan su filtrinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqı 1000 manatdır. 1000 manatdır. Bundan əlavə satdığı hər filtrin satış qiymətinə 4% qədər bonus alır. Yəni 250 manat olan filtrin 4% qədər bonus alır. Baxaq ki, 250-nin 4% nə qədərdir uşaqlar? 250-ni 4-ə vursam 1000, 1000-i 100-ə bölsəm 10 manat. Yəni hər satdığı filtrə görə 10 manat qazancı əldə edir. Yanvar ayında onun əmək haqqısı 1400 manat oldu. Yəni tutaq ki, yanvar ayında x dənə satıb, onda olur 10x. Bu bərabərdir 1400-ə. Sonra buradan x-i tapaq ki, yanvar ayında nə qədər filtr satmış olacaq? Alırıq ki, 10x bərabərdir 400-ə, x bərabərdir 40-a. Yanvar ayında 40 filtr satmış olacaq və deyir ki, fevral ayında isə tutaq ki, y qədər satıb filtri
və 1560 manat. Buradan da yazırıq ki, 1000 manat üstə gəlinsin. Yenə də 10 manat qazandırılıraq 10y bərabərdir 1560 manata. Buradan 10y bərabərdir 560 manat. Y bərabərdir 56. Yəni fevral ayının 56 filtr çatır. Yanvar ayında isə 40 filtr. Və bizə nə istəyir? Fevral ayında yanvar ayındakindən nə qədər çox filtr çatacaq uşaqlar? Heç nə. 56-dan çıxacaq 40-a. Alırıq 16 filtr. Düzgün cavab 16 filtr. 81-ci sual. Printer bir səhifə rəngli kağızı 50 saniyə, bir səhifə ağ-qara kağızı 30 saniyə çıxarır. Yazaq birinci ki, rəngli 50 saniyə, ağ-qara isə 30 saniyə. Yarım saat müddətində fasiləsiz işləyən printer yarım saat 40 səhifə çap edilmişdirsə, yəni uşaqlar, mən yarım saat printer fasiləsiz iştirak edir. Bilmirəm, x dənə rəngli çıxarır, y dənə ağ-qara çıxarır. Yəni, cəmi 40 səhifə edir. Yəni, x üstə gəl y bərabərdir 40-a. Deyir, yarım saat. Uşaqlar, yarım saat 30 dəqiqədir. Yəni, 30 dəqiqəni çevirək. Saniyə. Yəni, 30-u vuracam 60-a. Alıram 1800 saniyə işləyir. Bu 1800 saniyəyə x dənə 50 saniyəlikdən çıxarır. Yəni, rəngli. Və 30 dənəsinə çıxarır ağ-qara. Yəni, 30 saniyədə ağ-qara çıxarır. Yəni, ümumi 1800 saniyə işləyəcək. Gəl sistem tənliyi quraq. Bərabərdir 40-a. Uşaqlar, 50x-i parçalasaq yazarıq nə? 30x üstə gəl 30y üstə gəlsin 20x bərabərdir 1800. Buradan 30-u çıxarsaq yazırıq. X üstə gəlsin y üstə gəlsin 20x bərabərdir 1800-ə. X üstə gəl y-imiz bizim 40 idi. Yəni 20x üstə gəlsin 1200 bərabərdir 1800-ə. Buradan 20x bərabərdir 600-ə. X də bərabərdir 30-a. Yəni, x-ə biz nə demişik? Rəngli. Yəni, neçə dənə rəngli çıxara biləcək? 30 dənə rəngli çıxaracaq. Və bizdən rəngləri istəyir. Düzgün cavab 30. Uşaqlar, bizə bir çevrə verilib. Çevrəni kənarda çəkək və rahat üzərində işləyək. AD çevrəni kəsir. Bura olsun C, bura olsun D, burada olsun A. AB isə çevrəyə toxunandır. AB. Deyir ki, BAD düz bucaqdır. AB. AB kök altda 5-dir. AC 1-dir. Yəni, bu kiçik hissə 1-ə bərabərdir. Uşaqlar, gəlin kəsən və toxunan xassəsindən görə nə yaza bilərik? Yaza bilərik ki, kök altında 5-in kvadratı bərabərdir 1 vurulsun AD-yə. Buradan alıram ki, AD bərabərdir 5-ə. Yəni, AD 5-dir uşaqlar. Onda CD-miz 4-dür. Bizdən nə deyir? İstəyir. Deyik, çevrənin radiusun. Baxın uşaqlar, toxunana radius perpendikulyardır və biz də vətərə qədər məsafəni çəkək uşaqlar. Vətərə qədər məsafə olsun, tutaq ki, OK. OK, yəni burada nə yaranır? Bir düz bucaqlı yarandı. Onda OK da kök altda 5-dir. Biz də bilirik ki, əgər radius və ya da diametr vətərə perpendikulyarıdırsa, vətəri 2 bərabər hissəyə bölür. Onun üçün CD-miz bizim nə idi? 4 idi. Onu 2 bərabər hissəyə, yəni 2-ni 2-yə böləcək. Onda belə çıxır ki, OB məsafəsi nəyə bərabərdir? AK məsafəsinə. Onda AK 2 var. CK-yə qədər 2-dir. AC-yə qədər 1-dir. Yəni, AK məsafəsi nəyə bərabər olur? 3-ə. Onda OB nəyə bərabərdir? 3. Yəni, radiusumuz 3 santimetrdir.
83-cü sual. Dənizin A və B nöqtələrində olan gəmilər AY, BD düz xəttlər üzrə hərəkət edirlər. DY 12 kilometr, DY 12 kilometr, BD baxın, yəni BD 20 kilometr. Uşaqlar, biz bundan istifadə edərək BY-yi tapa bilərik. Bu da Pifaqor ədədlərdir. 20, 12, ona BY 16-dır. Sonra AD 9-dur uşaqlar. Trayektoriyanın C kəsişmə nöqtəsindən D nöqtəsinə qədər məsafəni tapın. Uşaqlar, artıq biz burada qum saatı görürük. Baxın, qum saatı. Yəni, burada oxşarlıq var. Uşaqlar, CD-yə bir x deyək. O zaman bizim CB-miz 20-x olacaq. Oxşarlığa görə 9-un 16-ya nisbəti bərabərdir x-in 20-x-a nisbəti. Çarpaz aparsaq uşaqlar 180 çıxılsın 9x bərabərdir 16x-a. Buradan 25x bərabərdir 180-ə. Sonra hər dəfə 5-ə bölsək 5x bərabərdir 36-ya. X də bərabər 7,2. Bizdən CD məsafəsini istəyir. Biz də CD x dediyimizə görə x bərabərdir 7,2 kilometr. 84-cü sual. Bir hava yolunun şirkətində tək istiqamətli biletin qiyməti 150 manat. Gediş dönüş təyinatlı biletin qiyməti isə 180 manatdır. Cədvəldə Asif və Nurayın bu şirkətdən aldığı biletlərin sayı göstərilmişdir. Onlar hər iki növ biletdən ən azı bir dənə aldılar. Əgər onların ödədikləri ümumi məbləğ eyni olarsa, yəni Nurayın ödədiyi pul ilə, yəni gediş-dönüş biletlərinin cəmi ilə, yəni tək istiqamətli yaxud da gediş-dönüş istiqamətli biletlərin cəmi, Asifin ödədiyi tək istiqamətli və gediş-dönüş təyinatlı biletlərin sayının cəmi bir-birinə bərabərdir. Gəlin buradan yazaq. Tək olduqlarına görə Asif nə olur? 150 manat. 150 vurulsun 18 çıxılsın x-a. Gediş-dönüş aldığına görə olur nə? 180x. Bu Asifin ödədiyi pul. Gəlirik Nuraya. Tək istiqamətli olduğuna görə 150 vurulsun x üstə gəl 4. Gediş dönüş aldığına görə 180 vurulsun 15 çıxılsın x. Deyir, bu iki ödənilən pul, yəni məbləğ bir-birinə bərabərdir. Yazırıq. 150 vurulsun 18 çıxılsın 150 x üstə gəl 180 bərabərdir 150 x üstə gəlsin 600 üstə gəlsin 150 180 vurulsun 15 çıxılsın 180 x. Uşaqlar, 150 vur 18 ilə 180 vur 15 eyni qiymətdə aldı, yəni islah oldu. Buradan 150 mənfi 150x ilə 180x-in cəmi 30x bərabərdir uşaqlar. Burada da 150x-dan 180x-dan alıram mənfi 30x. Üstə gəlsin 600-ə. Buradan 60x bərabərdir 600-ə. X bərabərdir 10-a. Bizdən nə istəyir sonda? Nurayın aldığı tək istiqamətli biletlərin sayı. Nuray x üstə gəl 4 alıb. Yəni 10 üstə gəlsin 4 bərabərdir 14. Düzgün cavab 14. Deyir, A qeydin sonuncu sualı. Boş daxila birinci gün bir ədəd 50 qəpiklik, bir ədəd 50 qəpiklik, 2 ədəd 20 qəpiklik, 2 ədəd 20 qəpiklik, 3 ədəd 10 qəpiklik qoyur. Boş daxila 3 ədəd 10 qəpiklik. Yəni birinci gün qoyur 50 qəpiklərdən 1,50 qəpik, sonra 40 qəpik və 30 qəpik qoyur 10 qəpiklər üzrə. O növbəti günlərdə daxila atdığı hər növ qəpiyin sayını artırır. Yəni bugün 50 qəpik atır, sabah ilə 2 dənə 50 qəpik olur 100 qəpik. Sabah ilə olur, yəni 20 qəpiklər olur 3 dənə 20 qəpik, yəni 60 qəpik. Və 4 dənə 10 qəpik, yəni 40 qəpik. Bu
Bu davam edəcək. Birinə yazaq. 3-cü gün olur 150, sonra 80, sonra 50. Yəni belə davam edəcək. Bir neçə gündən sonra daxildə cəmi 48 manat pul olacaq. Uşaqlar, bizə verilən qəpik nədir? Amma istənilən manatdır. Gəlin 48 manatı çevirək qəpiyə. Yəni 4800 qəpik istəyir bizdən. Yəni uşaqlar, baxaq. Artım, baxaq görün necə artıb. Birinci gün 120 qəpik. İkinci gün 200 qəpik. Üçüncü gün 280 qəpik. Demək ki, burada silsilə var. Həm nədir silsilə? Və bizim SM'imiz bizim nədir? Yəni cəmi pul 4800. Yazırıq. Buradan A1'imiz 120. D'miz 80. SN'imiz də verib 4800. Düsturu yazaq. 2A1 üstə gəlsin M-1 vurulsun D. Bölünsün 2 vurulsun N. Bu bərabərdir SN-ə. Verilənləri yerinə qoysaq. 240 üstə gəlsin 80 vurulsun M-1 bölünsün 2 vurulsun N. Bərabərdir 4800. Uşaqlar, sürətin 80'i çıxarsaq, 80 3 üstə gəlsin N-1 vurulsun N bölünsün 2 bərabərdir 4800. Biraz sadələşdirsək uşaqlar. 1, 40. Uşaqlar, 40 ilə da 4800 gedir. Qalır burada 120. B çıxır ki, 2 üstə gəlsin N vurulsun N bərabərdir 120. Uşaqlar, açıb, yəni kağıda təmizdən gedə bilərik. Və yaxud da seçmə üsulunu istifadə edirik. Amma ətraflı olduğuna görə ən yaxşı kvadrat yolu ilə getməkdir. Çıxılsın 120. Bərabərdir 0. Kökləri cəmi. -2, hasilin -120. Bu da əlbəttə ki 10 ilə -12. Əlbəttə ki pul, yəni və gün sayı mənfi ola bilməz. Və ki bizim N'imiz nədir? 10. Bizdən nə istəyir sonda? Neçə gündən sonra uşaqlar? 10 gündən sonra.